Salam değerli müəllimlər, xoş gördük hər birinizi. Bugün MİQ və sertifikasiya tipli 4-cü sınavımızın sual izahlarına baxacağıq. İlk sualımızla başlayırıq. Sualımızda deyilir: K nöqtəsindən 50 metr böl saniyə sürətlə atılan 1 kiloqram kütləli cisim N nöqtəsində yerə dəyir. KL 2LM-ə və o da 2M-ə bərabər olduğuna görə cismin K-dan P-yə gələnə qədər impuls dəyişməsi nə qədərdir? Müəllimlər, impuls dəyişməsinin düsturunu delta P bərabərdir F delta T olduğunu nəzərə alsaq və bu cismə K nöqtəsindən P-yə gələnə qədər təsir göstərən qüvvə ağırlıq qüvvəsi mg'dir və zaman dəyişməsi, yəni K nöqtəsində olan bir cisim P-yə gələnə qədər nə qədər zaman keçir? Həmən zamanı bilib mg'ni həmən zamana vurmaq məsələnin həllini bilmək üçün kifayətdir. İndi gəlin, deməli 53 dərəcə bucaq altında və 50 metr böl saniyə sürətlə atılan bir cismin sürətinin üfüqi və şaquli toplananlarına baxaq. Üfüqi toplanan 50 vurulsun kosinüs 53, yəni 30, şaquli toplanan isə 40 metr böl saniyədir. Məsələdə bizə lazım olan Y toplanandır. Niyə görə? Çünki cismin havada qalxma müddətini və düşmə müddətini biz VY-ə görə təyin edirik. Yəni 40 metr VY 40-dırsa, bu cismin qalxma müddəti VY bölünsün J'dir. Yəni cisim təpə nöqtəsinə 4 saniyə gəlir. Buradan yerə də 4 saniyə düşməsi üçün müəllimlər X oxu üzrə hərəkəti və həmən bu məsafədə bura hər ikisi eyni olduğuna görə deməli, buranı da 2 saniyə, bu hissəni də 2 saniyə gəlməlidir. Onda bizə lazım olan ümumi zaman K-dan P-yə gələnə qədər 4 plus 2 cəmi 6 saniyə vaxt keçibdir. Mg kütləsi, onda delta P-ni yazsaq, kütləsi 1 kiloqram olan cismin ağırlıq qüvvəsi 10 Newton və keçən zaman 6 saniyə olduğu üçün cavabımız 60 Newton vurulsun saniyə olur. Düzgün cavab D variantı. İkinci sualımızda deyilir ki, K nöqtəsindən şəkildəki kimi üfüqə bucaq altında atılan cisim M nöqtəsindən keçərkən sürətin üfüqi və şaquli toplananları bir-birinə bərabərdirsə və L nöqtəsi təpə nöqtəsi olduğuna görə şəkildə göstərilən H1 hündürlüyünün H2 hündürlüyünə nisbətini tapın. Bu cür məsələlərdə müəllimlər üfüqə bucaq altında atılan bir cismə konkret bucaq verilibsə, ən gözəl sadə üsul V0 qiymətinə, V0 sürətinə özümüzdən bir qiymət verməkdir. Məsələn, gəlin elə bayaqki məsələdən indicə hesablama apardığımız üçün elə bura 50 metr böl saniyə deyək. Fərqi yoxdur, 100 metr böl saniyə də verə bilərik. Hesablamamız necə etsək, proses eyni şəkildə gedir. İndi üfüqə nəzərən 50 dərəcə bucaq altında atılan bir cismin sürətinin üfüqi toplananı və şaquli toplananını göstərsək, üfüqi toplanan 30, şaquli toplanan 40 metr böl saniyədir. Deməli, M nöqtəsində sürətin üfüqi və şaquli toplananlarının bərabər olmasından bir nəticəyə gəlirəm ki, üfüqi toplanan hərəkət müddəti dəyişmir. Bu, həmişə 30 olacaq. Deməli, M nöqtəsində bu cismin şaquli toplananı da 30 imiş. Bizdən həmən an üçün, bu hal üçün H1-in H2-yə nisbətini soruşur. Artıq L nöqtəsi təpə nöqtəsi olduğu üçün L-dən M-ə cismin gəlmə müddəti, daha doğrusu hərəkəti sərbəst düşmə hərəkəti olduğu üçün və Y toplananı 30 olduğu üçün buradan belə nəticəyə gəlirik ki, baxın L nöqtəsində VY 0-dır, artıq M nöqtəsində 30-dur. Deməli, Y oxu üzrə sərbəst düşmə hərəkət eləyir və son sürəti VY-imiz 30-dursa, deməli, bu cisim T bərabərdir 3 saniyəyə gəlib bura. Bura 3 saniyə. 3 saniyə müddətində müəllimlər düşdüyü hündürlük ki var, baxın bu H1 hündürlüyüdür. Yəni bu H1 hündürlüyün cisim sərbəst düşmə hərəkəti icra edir. Yəni JT kvadratı bölü 2 düsturundan J10 vurulsun 9 bölünsün 2. Buradan 45 metr ala bilərəm. H1 45, bura yazın. İndi H2 məsafəsini necə tapa bilərik müəllimlər? Baxın, L nöqtəsi təpə nöqtəsidir. Biz bura ümumi bir H desək, maksimal qalxma hündürlüyü H-ı tapmaq üçün cisim 40 metr böl saniyənin atılıbdır. VY toplanan düsturumuz necə idi? VY kvadratı böl 2J.
Yəni 1600 bölünsün 20, bu bizə 80 metri verir. Böyük H 80-dirsə və H1-i də tapmışıq 45-dirsə, H2-ni necə taparam? 80 minus 45, bu isə bizə 35 metri verir. H2 35 metr. Deməli, müəllimlər, buradan ixtisar aparsaq, daha doğrusu 32 yazmışam, üzr istəyirəm, burada 35 olmalıdır. 35. İxtisar aparsam 5-ə 9 bölünsün 7 alınır və sualımızın düzgün cavabı B variantı. Növbəti 3-cü məsələmizdə deyilir. Şəkil 1-dəki K və L qablarında olan biri-birinə qarışmayan R1 və R2 sıxlıqlı mayələrin qabın oturacağına göstərdikləri təzyiqlər bərabərdir və P-dir. K və L qablarındakı mayeləri şəkil 2-dəki M qabına boşaltsaq, M qabının dibindəki hidrostatik təzyiq, yəni mayenin qabın dibinə göstərdiyi təzyiq neçə P olar? Yaxşı, deməli, biz əvvəlcə təsəvvür eləməliyik ki, fərqli sıxlıqlı mayelərdir və onların qabın oturacağına göstərdiyi təzyiq bərabərdirsə, buradan biz sıxlıq haqqında bir təsəvvür yarada bilərik R1, R2 üçün. Yəni, mən birinci qaba baxsam, birinci qabın sıxlığı da P-dir. Yazıram, P1 bərabərdir P. Bu da bərabərdir. Bildiyimiz kimi ρJH hidrostatik təzyiq ρ1, J vur 3H-dır. P2-ni də bizə P olaraq qeyd edib və bu da ρ2 vurulsun J vurulsun 2H-dır. Deməli, buradan bu ifadələr bir-birinə bərabər eləsəm, alaram ki, deməli, nə alaram buradan? ρ1 vur 3 bərabərdir ρ2 vur 2. Yəni ρ2 bərabərdir 1,5 ρ1. Mən də bunu daha sadə yazmaq üçün belə yazıram. ρ1-i bir ρ ilə ifadə eləyəcəm. Onda ρ2 nə deməliyik? Harda ρ2 gördük? 1,5 ρ. Bu bizim əvəzləməmiz olsun. İndi artıq buranı silə bilərik. İndi gəlin növbəti hissəyə diqqət eləyək. Növbəti hissəmiz nədir? Birinci mayenin sıxlığı ikinci mayenin sıxlığından kiçikdir. Deməli, qaba töküləndə ikinci maye qabın dibində qalır. Baxın, ikinci maye gəlir, ikinci maye fərz eləyək ki, birinci qaba, ya M qabına töküləndə belə dayanasıdır. Və bunun hansı hündürlüyü alacaq? Baxın, bu hündürlüyü hesaplamaq üçün həcmin o kran məsələləri ki var idi, həll eləyirdik. Proses eynidir. Yəni, həcm sabit qalmalıdır. Hal-hazırda L qabında hansı həcmdə deyirəm, ρ2 sıxlıqlı hansı həcmdə su var? Baxıram ki, 6 SH qədər su var. Bu, oturacağı 2S olan qaba töküləndə bəs hansı hündürlüyü tutar? H' desəm, H' bərabərdir 3H. Deməli, burada 3H hündürlüyü alacaq. Yaxşı, onda digər deyək ki, bunu da öz rəngindən göstərək, baxın belə. ρ1 sıxlıqlı maye də gəlib təzədən töküləndə, baxın bu qaba, ρ1-i də töksək, o sıxlığı az olduğu üçün yuxarıda dayanacaq və bunun hündürlüyünü necə hesablayarıq? Baxın, bu hündürlüyü. Yenə də həcmin sabitliyi xassəsindən. Burada ümumi 3 SH qədər ρ1 sıxlıqlı maye var. Oturacağı 2S olan qaba töküləndə H1 deyək buna. Buradan H1 bərabərdir 1,5 H. Buranı da yazıram. 1,5 H. Artıq müəllimlər biz mayələrin ikinci qaba töküləndə çıxa biləcəkləri hündürlükləri qeyd elədik. Və salam, indi biz şəkil 2-dəki təzyiqi tapa bilərik. Baxın, oturacaqdakı hidrostatik təzyiq. Yaşıl, yəni ρ2 sıxlıqlı mayenin necə tapdıq sıxlığını? 1,5 ρ-dur. Yuxarıdakı isə ρ ilə işarələmişik. Onda yaza bilərəmmi ki, burada P2 bərabərdir ρJH aşağıdakı maye üçün, yəni 1,5 ρJ vurulsun 3H plus. İndi yuxarıdakı ρJ vurulsun 1,5 H. Buradan P ikinci qab üçün təzyiqi alarıq ki, bura 4,5 eləyir. 4,5-in üstünə də 1,5 gələndə 6 ρJH eləyir. Yaxşı, biz P1 təzyiqi olaraq, baxın, burada bizə deyirik ki, P təzyiqi. P bərabərdir, nəyə bərabər idi? Yadımıza salaq 3 ρJH-a. Əvəzləməmiz belə idi. Harada P təzyiqi, yəni 3 ρJH varsa, ora P yazsam, onda 6 ρJH-ı necə ifadə eləyərik müəllimlər? P2 bərabərdir
2 vurulsun 3 ρJH. ρJH-ın da yerinə bir P yazsaq, baxın, bu da olsun bizim P-miz. Onda P2 bərabərdir 2P olur. Düzgün cavabımız 3-cü sualda D variantı. 4-cü sualımızda deyilir, şəkildə hidrogen atomunun bəzi enerji səviyyələri verilmişdir. X, Y və Z keçidləri sırasında şüalanın fotonların enerjiləri YX, YY və YZ olarsa, bunlar arasında əlaqə necə olar? Müəllimlər, YX-i tapmaq üçün baxırıq. 10,2 elektron volt enerjidən 0-a gəlib. Deməli, şüalandırdığı enerji elə hamısını şüalandırıb. 10,20. YY-ə diqqət eləsək, 12,10 elektron volt enerjidən o da 0-a gəlib. Yəni, şüalandırdığı elə 12,10-dur. Və nəhayət YZ-ə diqqət eləsək, 12,75-dən 10,20-yə gəlib. Onda bu keçidlərin, enerjilərin fərqini tapmalıyıq. Görək, nə qədər şüalandırdı ki, deməli 10 nə qədər qaldı? %20. Buradan 2,55 alarıq. Bu YZ-in qiyməti. Baxın, YZ belə, YY belə, YX da belə. Ən böyük hansı oldu? Y oldu. Daha sonra X, ən kiçiyi də oldu Z. Onda, deməli, sualımızın düzgün cavabı olur C variantı. Növbəti 5-ci məsələmizdə deyilir ki, X, Y və Z cisimləri sürtünmələrin və blok ağırlıqlarının nəzərə alınmadığı sistemdə tarazılıqdadır. X cisminin yerə görə potensial enerjisi Y-dirsə, Y və Z cisimlərinin potensial enerjiləri nə qədər olar? Müəllimlər, biz bilirik ki, blok məsələlərində biz ip vasitəsilə hərəkət eləməliyik. Yəni, eyni ipdə eyni gərilmə prinsipindən yanaşırıq məsələyə. Və bizə, baxın, bildirilir ki, X-in yerə görə enerjisi Y-dir. Yaxşı, biz başlayaq Z-dən hesablamağa. Z-in ağırlıq qüvvəsinə bir F desəm, baxın, bura F ağırlıq qüvvəsi var. İndi diqqət edirəm, bu hansı hissə eyni ipdir? Bu eyni ipdir. Deməli, hər yerində gərilmə qüvvəsi F olmalıdır. F, burada F. Onda bu aşağı hissə ki var, 2F olmalıdır. İndi baxıram, bu aşağı hissə dediyimiz hissə, bu eyni ipdir. Deməli, hər yerində 2F-dir. Yazıram. Hər yerinə 2F. Onda, diqqət eləsəm, X cismini saxlayan 2F, 2F. Deməli, 4F-dir. Y-i saxlayanda 2F, 2F. Deməli, bu da 4F-dir. Z-i saxlayan isə F-dir. Onda bu ağırlıq qüvvələrini kütlələr nisbəti kimi götürsəm, yəni mən bura M kütləli desəm, bura 4M, burada 4M deyərəm. Onda 4M kütləli cismin və bu hündürlüyə bir H hündürlüyü desək, 4M kütləli cismin potensial enerjisini bizə Y bərabərdir. 4MJH. Bizə bildirir ki, bunu Y ilə əvəz eləyək. Onda diqqət eləsək, müəllimlər, Y-də 4MJH olduğu üçün o da Y-dir. Z isə 4 dəfə kiçikdir, yəni Y böl 4, çünki kütləsi 4 dəfə kiçikdir. Düzgün cavabımız olmalıdır Y üçün Y, Z üçün Y böl 4. Görək hansı variantdadır? Deməli, Y üçün Y, Z üçün Y böl 4. Düzgün cavabımız Y variantı. Növbəti məsələmizdə deyilir, ağırlıqları nəzərə alınmayan bloklar JX və JY ağırlığındakı yüklərlə şəkildəki kimi tarazılıqdadırsa, JX-in JY-ə nisbəti. Müəllimlər, baxın, JX asılan ipə diqqət eləsək. Belə və bir tərəfi də baxın, belə. Qırmızının rənglədiyim hamısı eyni ipdir. JX-i 2 dənə qol saxladığı üçün JX böl 2, burada JX böl 2-dir. Gəlirəm ipin ta burasına, yəni burada JX böl 2-dir. Sonra digər tərəf ki var, müəllimlər, baxın bu JX-a. Deməli, burada JX böl 2-dir. Onda bu təzdən 2 qola ayrılanda hər tərəfdə olur JX böl 4. Burada da olur JX böl 4. Onda baxıram ki, bu JX cismini JX böl 2 saxlayır, JX böl 4 və JX böl 4 saxlayır. Ümumi nə qədər elədi? Daha doğrusu JY, bu X yazdıqlarım hamısı JY-dir. Y-dir bunlar. Yəni JX bərabər olur
elə J, Y-ə. Ona görə nisbətimiz olmalıdır 1. 6-cı sualda düzgün cavab D variantı. Növbəti 7-ci sualımızda deyilir. Ağırlıqları J olan bir cins X və Y maqnitləri şəkildəki kimi tarazlıqda olan zaman iplərdəki gərilmə T1 və T2-dir. T1-in T2 nisbəti 2-nin 3-ə nisbəti olarsa, maqnitlər arasında əmələ gələn qarşılıqlı təsir qüvvəsi nə qədərdir? Qiymətini soruşur. Deməli, müəllimlər, əgər burada bu məsələ bu cür verilibsə, yəni iplər vasitəsilə maqnitlər, fərqi yoxdur, yüklər bir-birinə bağlanıbsa, həmişə T1 ipindəki gərilmə qüvvəsi hər iki maqnitin ağırlıq qüvvəsinin cəminə bərabər olur. Bu bir qayda olaraq belədir. Yəni, ikisinin də ağırlığı J olduğuna görə, baxın, bunun da ağırlığı J-dir, bunun da ağırlığı J-dir. Onda T1-dəki gərilmə qüvvəsi 2J-dir, ağırlıq qüvvəsinin 2 mislidir. İndi biz bu T1 bölünsün T2 nisbətindən elə 2-yə 2 Newton, 3-ə də 3 Newton kimi baxsaq, onda biz necə yazarıq müəllimlər? Baxın, T1-ə elə 2 Newton yazsam, 2 Newton, çünki burada 2 verilibdir. Onda deyə bilərəm ki, hər bir maqnitin ağırlığı 1 Newton imiş ki, cəmi 2 Newton ipdə gərilmə qüvvəsi var. Yaxşı, bəs T2 ipində neçə Newtondur? Baxın, T2 ipində bizə veribdir 3 Newton gərilmə. Onda fikirləşirəm ki, niyə 1 Newton ağırlığındakı maqnit ipə 3 Newton gərilmə versin? Deməli, X maqniti Y maqnitini əlavə bir 2 Newtonla da aşağı itəliyirmiş ki, 2 Newtonla da itəliyirmiş ki, yəni 1 və 2-nin cəmi 3 Newtonda ipdəki gərilmədir. Bizdən nəyi soruşur? Baxın, həmən bu 2 Newtonu soruşur ki, onlar arasındakı qarşılıqlı təsir qüvvəsi. Qarşılıqlı təsir elə məhz 2 Newtondur. Burada düzgün cavab olmalı idi 2 Newton. 8-ci məsələdə deyilir, şəkil müstəvisinə perpendikulyar yerləşən cəryanlı naqillərdən İ cəryanı naqildən keçən naqilin O nöqtəsində yaratdığı maqnit induksiya vektorunun qiyməti 2 Tesladır. Buna görə O nöqtəsindəki əvəzləyici B maqnit induksiya vektorunun ədədi qiyməti neçə Tesladır? Yalnız bunu belə işarələsək, birinci naqil, ikinci naqil və üçüncü naqil desəm. Məsələdə bizə birinci naqilin O nöqtəsində yaratdığı induksiyanın qiymətini verib və biz bilirik ki, B maqnit induksiyası cəryan şiddəti ilə düz məsafə ilə tərs asılıdır. Yəni bizə 2 Tesla olaraq verdiyi 2 bərabərdir I bölünsün D-dir. Bu bizim əvəzləməmizdir. İndi istiqamətə fikir verirəm ki, sağ əl qaydası ilə baş barmağım məndən şəkil müstəvisinə gedir. Bu zaman görürəm ki, O nöqtəsində 4 barmağım aşağı doğru yönəlir. Yəni saat əqrəb istiqamətində dönən B O nöqtəsində toxunanı baxın bu şəkildə olur. Və bu toxunanın, deyək ki, bu B-nin qiyməti 2-dir. İndi ikinci naqilə baxaq. İkinci naqilin O nöqtəsində yaratdığı B maqnit induksiyanın qiymətini hesablamaq üçün yazmalıyam ki, 6I bölünsün 2D. Bu isə bizə 3I böl D-ni verir. I böl D 2-dirsə, 3I böl D 6-dır. İndi ədədi qiymətini tapdım. Hansıdır? B2-dir. Amma indi istiqamət. Deməli, baş barmağım, sağ əlimin baş barmağı mənə doğru gələndə görürəm ki, 4 barmaq yenə aşağı olur. Baxın bu şəkildə. Və ədədi qiyməti də 6. Deməli, aşağı 1, 2 var, bir də 6 var. İndi qaldı 3-cü naqil. 3-cü naqili hesablamaq üçün yazıram B3 bərabərdir. Bu da 6I bölünsün 2D'dir. Yəni, bu da 6 Tesladır. İndi istiqamətə baş barmağım, sağ əlimin baş barmağı məndən şəkil müstəvisinə və diqqət eləsəm O nöqtəsində, baxın bu şəkildə olur. Toxunan bu şəkildə olur. Qiyməti nə qədərdir? 6-dır. Onda ümumi baxsam, aşağı doğru, baxın aşağı doğru 8, sağa doğru 6. Onda əvəzləyici belə yönəlir və ədədi qiyməti 10 olur. Bizdən yalnız ədədi qiymət soruşduğu üçün düzgün cavab C variantı. 9-cu məsələdə deyilir. Şəkil 1 və şəkil 2-dəki sistemlərdə civələr XY qazları və P0 atmosfer təzyiqi ilə tarazlıqdadır. Y qazının təzyiqi 60 cm civə sütunu olduğuna görə P0 təzyiqi neçə santimetr civə sütunudur? Yaxşı, indi baxın müəllimlər, bu tipli məsələlərdə həmişə nəzərə almalıyıq ki, eyni səviyyədə təzyiqlər eyni olur, bərabər olur.
Sağ tərəfdə, yəni söhbət birinci şəkildən gedir. Nə görürəm? Yalnız PY-in təzyiqini görürəm. Sol tərəfdə nə görürəmsə bərabərləşdirirəm. Görürəm burada PX var. Bir də 10 sm hündürlüklü civə sütunu var. Və bunun qiymətini bizə 60 verib PY. Onda buradan PX-i nə tapıram? PX-i tapıram 60 minus 10, Y-in təzyiqi deməli 60-dır, bu elədi 50. Yaxşı, indi baxırıq sağ tərəfdəki şəkilə. Sağ tərəfdəki şəkildə də eyni bu səviyyəni bu cür çəksək, onda görərik ki, sağ tərəfdə yalnız atmosfer təzyiqi P0-dır, sol tərəfdə isə Px plus 20 sm civə sütunudur. Px-i tapmışıq 50, buradan tapdıq 50. Onda yazarıq Px üçün 50 plus bu 20, bu isə bizə P0-ı, yəni 70-i verər. Düzgün cavabımız D variantı. 10-cu məsələdə deyilir, 7M kütləli maşın 2V sürəti ilə hərəkət edərkən 2M və M kütləli cisimlər şəkildəki kimi araba ilə toqquşur və arabaya yapışır. Buna görə toqquşmadan sonra yəni maşının sürəti nə qədərdir? Deməli, maşının hərəkət istiqamətində 2M kütləli cismin impulsu bu şəkildədir. M kütləli impulsun hərəkət istiqamətində impulsunun proyeksiyası 0-a bərabər olduğu üçün nəzərə alınmır. Deməli, bu bucağında 60 dərəcə olmasından deyə bilərik ki, 2M kütləli cismin impulsunun X oxu üzrə proyeksiyası 2M vurulsun, 2V vurulsun kosinus 60. Bu isə bizə 2MV-ni verir. 2MV. Maşının kütləsi 7M, sürəti 2V. Deməli, bu da ümumi 14MV ilə hərəkət edir. Toqquşmadan əvvəl sistemin impulsu 2MV plus 14MV, yəni P ilk bərabərdir 16MV-dir. Toqquşmadan sonra P sonu tapmaq üçün baxmalıyıq. Ümumi kütlələr 7M, M və 2M. Cəmi elədi 10M. Vur V iştirik. Bilirik ki, P ilk P sona bərabər olmalıdır. Yəni 16MV bərabər olmalıdır. 10M vur V iştirixə. Buradan V iştirik bərabərdir 1/6V. Bu isə bizə düzgün cavabın Y variantı olduğunu deməyə imkan verir. 11-ci məsələdə deyilir, O mərkəzin ətrafında yerləşən dairəvi naqillərdən 2I cəryan şiddəti keçən naqilin O nöqtəsində B maqnit induksiyasının qiyməti 4 Tesladır. Buna görə O nöqtəsindəki əvəzləyici B maqnit induksiyası neçə Tesladır? Deməli, əvvəlcə 2I cəryanlı naqilin bizə məsələdə verir ki, 2I cəryanlı naqilin yazıram. O-ya qədər məsafəsi R-dir. Baxın, bu qiyməti bizə 4 Tesla verib. Deməli, harada I böl R gördük, ora 2 Tesla qiyməti olduğunu bilməliyik. İndi I cəryanlı naqilin B-sinə baxaq. I bölünsün 2R. Bu isə bizə 2 Tesla böl 2, deməli 1 Teslanı verir. Yəni, I cəryanlı naqilin O nöqtəsində yaratdığı 1 Tesladır. 2i'nin yaratdığı da 4 Tesladır. Bunu bu şəkildə veribdir. Onda biz istiqamətləri, yəni əvəzləyici vektoru tapmaq üçün ikinci şərt istiqamət tapmaqdır. 2i cəryanlı naqili sağ əl qaydası ilə 4 barmağımızı cəryan istiqamətində fırlatsaq, alarıq ki, 4 Tesla yazılan qiymətimiz, deməli bizdən şəkil müstəvisinədir, X-dir. I cəryanlı naqil isə, I cəryanlı naqilin yaratdığı 1 Tesla, bu şəkil müstəvisindən bizədir. Nöqtə. Onda əvəzləyici necə olur? 4, çünki əks istiqamətlərdədir. 4 minus 1 bərabərdir 3 olur. Düzgün cavab C variantı. 12-ci məsələdə deyilir ki, sürtünmə və blok ağırlıqlarının nəzərə alınmadığı sistemdə J və 4J ağırlığındakı yüklər F qüvvəsinin təsiri ilə tarazlıqdadır. Buna görə F qüvvəsi neçə J-yə bərabərdir? 4J ağırlığındakı cismi 2 dənə ip saxlayır. Deməli, iplərin hər birinə 2J gərilmə düşür. 2J. Onda ipin bu hissəsində yaranan ümumi gərilmə, baxın, J və 2J, cəmi 3J.
Təzədən 3-i bunu saxlayan 2 dənə ipdir. Bu tərəfə düşür. 1,5-i, bu tərəfə də 1,5-i. Bizdən f-i soruşur. Baxın, bura 1,5-dirsə, təbii ki, f də bərabərdir 1,5j-dir. Yəni, düzgün cavabımız D variantı. 13-cü məsələdə deyilir ki, şəkildəki dövrə hissəsində KL nöqtələri arasındakı ümumi tutum neçə s-dir? Burada hərfləndirmə metodundan istifadə edirik. Üçlü hissələrimizi bu şəkildə qeyd edirik əvvəlcə. Daha sonra hərfləri yazırıq. Gəlirəm burada K, gəlirəm bura K, bura L, burada L. Ancaq bura məsələn bir M yazsam, burada bir N yazsam, onda dövrəni belə yazaram. K, M, L, K, N, L. K ilə M arasında nə görürük? K ilə M arasında S və 2S görürəm. Paralel birləşdiyi üçün toplanır 3S. Bunları yazdım. İşarə də qoyuram ki, bilim. M ilə L arasında nə görürəm? Yalnız 6S-ni görürəm. Bunu da yazıram. Bunu da yazdım. İndi K ilə N arasında 18S-ni görürəm. Yazıram. N ilə L arasında 4S və 5S paralel birləşdiyi üçün toplanır və ümumi 9S eləyir. Və nəhayət, buradakı 3S müəllimlər K-nan L arasındadır. Yəni, sistemi bu şəkildə təsəvvür eləsək, baxın, burada 3S. İndi bizim ümumi sistemimiz, bircə dəqiqə, necə oldu? Baxın, bu şəkildə. Yəni, dövrəni bu şəkildə yaza bilərik. Baxın, burada 3S və 6S ardıcıl birləşdiyi üçün 6 vur 3 böl 6 plus 3, 2S. Bu paralel birləşibdir. 18 və 9 necə tapırdıq? 18 vur 9 böl 18 plus 9. Bu elədi 6S. 6S. Və ən axırda 3S də bunlara paraleldir. Tapdığımız bu S-lərin hər birini toplasaq 11S alınır. Düzgün cavab Y variantı. 14-cü məsələdə deyilir ki, biri-birinə qarışmayan rho və 3 rho sıxlıqlı mayələr tarazılıqdadır. Maye içərisindəki K və L nöqtələrinə təsir edən mayenin təzyiq, yəni hidrostatik təzyiqlərin PK-nın P-ilə nisbətini hesablayın. Müəllimlər, burada biz PL hissəsinə diqqət eləsək, baxın, PL hissəsinə. L nöqtəsinə təsir edən qüvvə özündən yuxarıda 3 rho sıxlıqlı maye H hündürlüyündə təzyiqi var, yəni yazıram. PL bərabərdir 3 rho GH plus rho sıxlıqlı mayedə 2H hündürlükdədir. Plus 2 rho GH. Bu bizə 5 rho GH-ı verir. K nöqtəsi üçün hesablasaq, K nöqtəsindən yuxarıda yalnız H hündürlüklü rho sıxlıqlı maye olduğu üçün rho GH-a bərabərdir. PK-nın P ilə nisbəti isə 1-in 5-ə nisbəti kimi olar. Düzgün cavab A variantı. Növbəti məsələmizdə deyilir, şəkildəki kimi atılan cisim 2 saniyə sonra yerlə toqquşur. Buna görə X uzunluğu, yəni uçuş məsafəsi nə qədərdir? Şəkildə gördüyümüz kimi cisim müəyyən hündürlükdən üfüqə atılmır. Yəni V0 sürətinin həm şaquli toplananı var, həm üfüqi toplananı var. Və şaquli toplanan VY cismin düşmə müddətinə təsir göstərir. Yəni H bərabərdir VYT plus JT kvadratı böl 2. Yəni aşağı bərabər yeniləşən hərəkət edir. Onda yaza bilərəm 275 bərabərdir 2VY çünki 2 saniyə düşür. Plus J 10 vurulsun 4 bölünsün 2. Bu elədi 20. 2VY bərabərdir 255. Buradan yazarıq. VY bərabərdir 255-i 2-yə bölsək, bu bizə verər 127,5. Yaxşı, indi müəllimlər, burada nə edirik? VY-i tapdımsa, VY nəyə bərabərdir? V0 vurulsun sinus 37-yə.
Yəni V0 bərabərdir VY bölünsün sinus 37 0.6. 127,5 bölünsün 0.6. Deməli, bunu bölsəm V0 bərabərdir 212,5 eləyər. İndi V0 tapandan sonra Vx-i buradan tapa bilərik. Vx bərabərdir V0 vurulsun kosinus 37, yəni vurulsun 0,8. İndi aldığımız bu cavabı vurmalıyıq 0,8-ə. Bu isə bizə 170 metr böl saniyəni verir. 170 metr böl saniyə ilə hərəkət edən bir cisim 2 saniyədə gedəcəyi x məsafəsini tapmaq üçün x bərabərdir vxt-dən 340 alarıq. Düzgün cavabımız olur Y variantı. 16-cı məsələdə deyilir. Bərabər bölməli L cismi və K cismi 2 rho və rho sıxlıqlı mayelərdə şəkil 1 və şəkil 2-dəki kimi tarazlıqdadır. K cisminin həcmi VK, L-in həcmi də VL olarsa, VK-nın VL-ə nisbəti nə qədər olar? VL cismi bərabər bölməli 4 hissədən ibarətdir. Bunu hər birinə V yazsaq, birinci şəkildən ümumiyyətlə sistem tarazlıqdadırsa ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabərdir. Bu prinsipdən istifadə edərək yaza bilərik. Birinci şəkil üçün ML plus MK vurulsun J, yəni ağırlıq qüvvəsi bərabərdir Arximedə. Şəkil 1-də Arximed qüvvəsi nə qədərdir müəllimlər? Rho maye 2 rho V 2V vurulsun J, yəni 4 rho V J-yə. İndi ikinci şəkilə baxaq. İkinci şəkildə ağırlıq qüvvəsi yenə də MK plus ML vur J bərabərdir. Rho sıxlıqlı VK həcmli maye daha doğrusu cismə təsir edən Arximed plus L cisminin 3 dənə bölməsi batıbdır. Ona görə 3 rho V J yazıram. Burada J'lər ixtisar getsə, ML plus MK birinci şəkildən 4 rho V alıram. Baxın müəllimlər, bu qiyməti gətirib yazıram burada. Burada da J'lər ixtisar getdiyi üçün yazıram. 4 rho V bərabərdir rho VK plus 3 rho V'yə. Buradan rholar ixtisar gedir. Yenə də. Nə alıram müəllimlər? Alıram VK bərabərdir V'yə. VK V'dir. Bəs V elə nə demişdim? 4 dənə bölməlidir, 4 V'dir. VK-nın V ilə nisbəti 4də 1. Düzgün cavab D variantı. 17-ci məsələdə deyilir, magenta, yaşıl və sarı rəngli cisimlər üzərinə sırası ilə qırmızı, sarı və yaşıl rəngli işıqlar düşür. Buna görə hansı sistemdə cisim qırmızı rəngdə görünər? Birinci şəklə diqqət eləsək, magenta qırmızı və mavinin qarışığıdır. Qırmızı və mavi rəng qarışığının üzərinə qırmızı işıq salınırsa, hansı üstünlük təşkil edir? Qırmızı. Bu qırmızı şəklində görünür. Sarı özü qarışıq rəngdir, yəni sarının tərkibində yaşıl plus qırmızı var. Onda yaşıl və qırmızını birlikdə yaşıl bir cismin üzərinə salanda hansı üstünlük təşkil edir? Yaşıl. Bu yaşıl görünür. Və gəldik üçüncü şəkilə. Qeyd elədiyimiz kimi sarı nədir? Yaşıl və qırmızının qarışığıdır. Və üzərinə yaşıl salanda 2 dənə yaşıl, yəni yaşıl üstünlük təşkil elədiyi üçün yaşıl görünür. Hansında bizə deyir ki, qırmızı görünər. Qırmızı yalnız bir də görünər. Ona görə 17-də düzgün cavab A bəndi. 18-ci sualda deyilir ki, bir halından 2 halına keçən doymuş su buxarının təzyiq və kütləsi necə dəyişər? Müəllimlər, bu temperatur, bu isə həcmdir və 3V'dir. Baxın, sabit temperaturda doymuş buxarın təzyiqi də, sıxlığı da, konsentrasiyası da heç biri dəyişmir. Ona görə P konstant olmalıdır. Kütlə isə həcmi genişləndirdikcə, kütlə artdıqca, daha doğrusu həcm artdıqca buxarın kütləsidir. Buxarın kütləsi 3 dəfə artar. Yəni təzyiq dəyişməz, kütlə 3 dəfə artar. Düzgün cavab 18-ci sualda olmalıdır C variantı. 19-cu məsələdə deyilir ki, şəkildəki elektrik dövrəsində mənbənin elektrik hərəkət qüvvəsi 30 voltdur və daxili müqavimət nəzərə alınmır. Buna görə voltmetr və ampermetrin göstərişləri nə qədərdir?
Məsələni həll etmək üçün əvvəlcə dövrəni sadə sxemə gətirməliyik, hərfləndirmə metodundan istifadə etməliyik. Bura A yazıram, bura B yazıram, gəldim bura C, burada D. İndi A, uclara A ilə B-ni qoydum. Baxıram, A ilə D və C bu şəkildə yazsam. A ilə D arasında müəllimlər, baxın 3 ohmluq, bunu yazıram 3. D ilə C arasında nə var? D ilə C arasında 4 ohm var. Bunu da yazıram 4. C ilə B arasında 2 ohm və ampermetr var. Sonra D ilə B arasında 3 ohm var. D burada, B də burada. Burada da 3 ohm yazıram. Hansı qaldı? Voltmetr. Müəllimlər, voltmetr dövrəyə paralel qoşulur və qoşulduğu hissədən cəryan keçmir. Yəni, buradan cəryan keçmir. A ilə C arasında yalnız voltmetri göstəririk burada. Bu şəkildə. Yəni, indi biz şəkili, sadələşmiş sxemi, baxın, bu şəkildədir. Və mənbəni də göstərim bu şəkildə. Deməli, A-dan, B-dən, burada da bir elektrik hərəkət qüvvəsi, bu isə bizə 30 volt verilibdir. İndi baxın, ümumi müqaviməti hesablamaq üçün baxıram 4 və 2 ardıcıldır, cəm 6-dır, 6 ilə 3 paraleldir. Deməli, D ilə B arasında ümumi müqavimətimiz 2 ohmdur. 2 ilə 3 də bir-birinin ardıcıl olduğu üçün sistemin ümumi müqaviməti müəllimlər 5 ohmdur. Elektrik hərəkət qüvvəsi 30 olduğu üçün ümumi dövrədəki cəryan şiddəti 6 amperdir. Deməli, A nöqtəsindən gələn cəryan şiddəti, baxın, buradan 6 amper gəlir, burada 6 gəlir. İndi gəldi, burada 2 qola ayrılır. Baxır, yuxarıda 4-2 cəm 6 ohm müqavimət yuxarıda var, 3 aşağıda var. Aşağıdakı müqavimət 2 dəfə kiçik olduğu üçün aşağıdakı cəryan şiddəti, baxın, bu tərəfə gələn yuxarıdakından 2 dəfə böyük olmalıdır. Yəni, 4 amper buradan keçir, buradan isə 2 amper keçir. Yenə də 4 ilə 2-nin cəmi 6-dır. Sadəcə müqavimətlərə tərs nisbətdə bölünür. Deməli, buradan belə gəlib keçən, elə ampermetrdən keçən cəryan şiddəti 2 amperdir. İndi voltmetrin göstəricini hesablamaq üçün, baxın, A və D arasındakı gərginlik və D və C arasındakı gərginliklər cəminə bərabərdir. A və D 18-dir. D və C arasında, müəllimlər, baxın, 4 ohm müqavimət 2 amperdə cəryan nə elədi? Hasil 8 elədi. 18 plus 8. Bu isə voltmetrin göstərişi bizə 26 voltu verdi. Düzgün cavabımız A variantı. Və sonuncu 20-ci sualda deyilir ki, şəkildə göstərilən sistemdə, dalğada, dalğanın sürəti 8 cm/saniyə olduğuna görə dalğanın tezliyi nə qədərdir? Müəllimlər, 18 cm bizə deməli bölgüləri saysaq, 1, 2, 3, 4, 5, 6. 6 bölgünü 18 cm veribsə, bir bölgünün qiyməti bizdə 3 cm-dir. Yaxşı, dalğa uzunluğu hara qədərdir? Baxın, buradan bura qədərdir. Neçə bölgü? 1, 2, 3, 4. Onda liam da bərabərdir. 4 vur, 1 damada 3 sm olduğuna görə bu elədi 12. Dalğa uzunluğum 12, sürətim isə 8. Onda tezliyi tapmaq üçün V bərabərdir liamda nö düsturundan, nö bərabərdir V bölünsün liamda, yəni 8 bölünsün 12, 4-ə ixtisar getsə 2 bölünsün 3. Düzgün cavabımız 1.